Salam əziz izləyicilər, siz dəvətnaməni izləyirsiniz. Bizim bugünkü qonağımız AK Partiyanın sədri Tural Abbaslıdır. Xoş gəlmisiniz Tural bəy. Xoş gördük. Təşəkkür edirəm dəvət. Tural bəy, əksəriyyəti tərəfindən tanınırsınız və tez-tez müsahibələr verirsiniz. Yəqin ki, buna vaxtınız çox gedir, vaxt ayırırsınız. Bəs heç evdə ailə üzvləriniz arasında gilələn olubmu ki, ona az vaxt ayırırsınız? Olur, təbii ki olur. Yəni mən 18 yaşımdan siyasətlə məşğulam. Yəni yaşım tamam olandan, icazə veriləndən siyasi fəaliyyətdə. Elə o gündən bu günə ancaq bu işlə məşğul olmuşam və siyasətdən başqa da heç bir işlə məşğul olmadığım üçün elə dostlarım da, tanışlarım da, ətrafım, mühitim hamısı bunların içindədir. Ona görə bəzən o qədər özümü qaptırıram ki, təbii ki olur, yəni ailədə də deyirlər ki, evə də vaxt ayır, filan da vaxt ayır. Düz mənim həyat yoldaşımın özü də bizim partiyanın idarə heyətinin üzvüdür, amma yenə də daha çox mən bu işə vaxt ayıranda şikayətlər olur, amma anlayışla qarşılayırlar. Çünki mənim qaynatam da siyasətçi olub, başqa bir partiyanın idarə heyətinin üzvü olub. Yəni biz bir partiyada olmuşuq. Ona görə anlayışla qarşılayırlar, amma mən də çalışıram ki, lap ağ eləməyim də, yəni də hər şey o Nəsibənin dediyi kimi ədə hürrə deyib getmir. Yəni həyatımıza da vaxt ayırmağa çalışırıq yəni. Bəs dostlarınızla görüşəndə siyasətdən başqa hansı mövzularda söhbət edirsiniz? Heç nədən. Yəni bəlkə də dostlarım üçün daha darıxdırıcı fiquram, amma inanmazdım. Yox, biz indi dostlar deyəndə dostlar hardan olur? Məktəb sinif yoldaşları olur, universitet yoldaşları olur, ya əskər yoldaşları. İndi siyasətçilərdə bir türmə yoldaşları anlayışı da var. Adətən oraları keçirsən. Məhəllə yoldaşları ola bilər. İndi böyük əksəriyyətinlə də biz tanındığımdan bəri mən belə deyək də lap uşaqlıqdan siyasətlə maraqlanmışam deyil. O vaxt aşağı-yuxarı siyasətlə danışırdıq. Təbii ki, indi siyasət deyəndə tək siyasət, məsələn, partiyalar, seçki, parlament, qanunlar belə yox. Həm də siyasi ideoloji söhbətlərimiz oldu dostlarımıza. Məsələn, hər bir siyasətdə ideologiya olmalı. Təəssüf ki, Azərbaycanda bu ideologiya məsələsi yoxdur. Məsələn, kimdən soruşsan, indi əvvəl 64 idi, indi 26 partiya var. Hansından soruşsan, hamısı partiyadır. Amma ideologiya nədir? Qardaş, sağsan, solsan, mərkəzçisən, dindarsan, ateistsən, laiksən. Yəni bu məsələlər bizdə formalaşmayıb deyə cəmiyyət buna yaddır. Məsələn, partiya deyəndə düşünür, aha deputat olmaq istəyir, vəzifəyə gəlmək istəyir, filan eləmək. Amma daha demək ki, ideoloji fərqlər dövlət idarəçiliyinə birbaşa təsir edir. Sol yönümlüdür, sağ yönümlü filan məsələn. Ona biz dostlarımızla indi baxır hansı dostlarla məsələn ideoloji söhbətlər deyirik. İndi öz aramızda Allahımızdan, dinimizdən də danışırıq çox vaxt. Yəni çalışırıq məsəl üçün indi bu populyar mövzular var da, məsəl üçün futbol, nə bilim indi bu oğru dünyası, müğənnilər, show biznes, bunlardan o qədər danışmır və ya da oturaq məhəllədə və ya da qonşuda kimizə qeybətini qıraq, elə bir şeylər də olmur. Hə, ümumi bu, məsəl üçün daha çox bu mövzulardan danışır, amma təbii ki, indi ailə, həyat, ümumi. Yoxsa oturaq, hə, futbol belə elədi, filan elədi. Futboldan da olur, Qarabağ quddu, hə, sonra nə olacaq, belə olacaq, belə. Yəni əsasən bu mövzuda. İndi bütün gün lətvə danışaq, lağlaq eləyək. Mənə belə gəlir ki, bu söhbətlər həm də insanların məşğul olduğu fəaliyyət növündən asılıdır. Mən əminəm ki, məsələn, iqtisadçılar oturanda ancaq buğalteriyadan, iqtisadiyyatdan, birjadan danışır. Həm show biznes əhli oturur, görürsən filan kəsin klipi tutdu, nə qədər ya. Yəni yəqin bizim də indi danışığımız budur da. Yəni əksini danışsaq anormal olar deyə düşünürəm. Daha sonra hobbiləriniz varmı? Əgər boş vaxtınız olursa. Hə, yox, bilirsiniz, siyasi partiya fəaliyyəti həm də o deməkdir ki, əslində boş vaxt deyəndə məsələn partiyada saat 9-6 anlayışı yoxdur. Yəni ki, partiya fəaliyyəti biraz sərbəst fəaliyyətdir. Yəni orada hədəf var. O hədəfi çatmaq üçün gecə 3-də də işləyə bilərsən, bütün gün işləməyə də bilərsən, izah edə bilmirəm. Yəni məqsədə çatmaq üçün ona görə vaxt da ayıra bilirsən istəyəndə. Bir də görsən siyasi mühit evi olur ki, tam siyasi sakitlik, sükut, yəni siyasi bir ölüm
hökm sürür, heç bir siyasi aktivlik yox. Yəni sən nə edəcəksən? Özündən təzədən siyasi aktivlik yaratmayacaqsan. Onda boş vaxtlar da olur. Hobbilər, valla belə xüsusi məşğul olduğum, ay bu işlə məşğulam, xüsusi gedirəm, məsələn, marka yığıram və yaxud da nə bilim filan eləyirəm. Elə bir hobbim yoxdur. Amma filmlərə baxıram, nə bilim indi yoldaşım gil almışdı. Mən arada gillə əlləşirəm balaca o suvenir gillərdən. Yəni belə də nəyə marağım olur, amma xüsusi belə xüsusi hobbim yoxdur. Yəni daha çox elə siyasət xəbərləri, sosial şəbəkələr işlərlə məşğul. Necə kitabları oxuyursunuz, xoşlayırsınız və ən son oxuduğunuz kitab hansıdır? Bir dəfə mənə bu sualı verəndə dedim, valla kitab oxumağa vaxt qalmır. Biz məcburuq ki, xəbərləri izləyək, yəni sosial şəbəkələri izləyək ki, görək dünyada nə baş verir, ölkədə nə baş verir. Çünki biz elə fəaliyyət növündən məşğuluq ki, hər şeydən sual verirlər. Məsələn, bu gün jurnalist mənə sual verir, toy yas mərasimlərinin keçirilməsindən bağlı nə deyə bilir? Sərsin deyir ki, filankəs vurub öldürüb, ona nə deyə bilir? Birsin deyirlər ki, məsələn, Trump Zelenskiyə şapalaq vurdu, ona nə deyə bilər? Sən məcbursan, yəni, dünya gündəmini, ölkə daxili məlumatları, siyasəti, xəbərləri izləyəsən, hər şeyi. Hətta show biznesi belə, məsələn, hansısa müğənni çıxır, nəsə deyir, məsəl üçün deyək də siyasi. Ona görə yəni xüsusi kitablara belə xüsusi vaxt ayıra bilmirik. Amma mən xeyli oxumuşam kitablar. Əsasən yenə deyirəm, biz həbs olunanda filan da daha çox oxuyuruq. Yəni xüsusi belə ay detektiv janrı sevirəm və ya siyasi janrı sevirəm və ya da romantik janrı sevirəm. Elə bir seçimim yoxdur. Mən düşünürəm ki, yaxşı yazar hər şeyi yaza bilər. Məsələn, istər romantikanı da yaza bilər, istər... Düz detektiv heç oxumamışam. İndi Çingiz müəllimin xətrinə dəyəcək Abdullah. Bir də Elatlı var deyəsən bizdə məşhur. Elxan Elatlı. Hamı onu oxuyur. Detektiv janrı oxumamışam. Hətta o şeydə Agatha Christie, onu da oxumamışam detektiv janrı. Amma daha çox məsəl üçün Tolstoy'u oxumuşam, Dostoyevskini oxumuşam, Balzac'ı oxumuşam, Zweig'i oxumuşam, çox sevirəm. Özümüzün yazıçılarımızı oxumuşam, Elçini oxumuşam, Anarı oxumuşam. Yəni çox əsərlər oxumuşam və mən deməzdim ki, bu dəbdədir. Məsələn, George Orwell zad, onlar da oxumuşam. Amma bunlar dəbdir. Bu siyasətçidir. Filan 1800-dən neçə 1984 ay Heyvanistan. Baxırsan ki, danışmaq üçün oxuyurlar, izah eləyə bildim. Məsələn, mən hərf və sülh oxumuşam da, məsələn, 3 şey və yaxud da indi Səfillər Hugo'nu. Bunu mən özümə oxuyuram, oradan bir həzz almaq üçün, özümə bir şey. İnsanlar amma bunu daha çox göstəriş üçün mənə elə gəlir, eləyirlər və heç bilmirəm o nə fayda götürüb ondan. Məsələn, mən həmişə deyirəm, İsmail Şıxlının balaca bir hekayəsi var, Ölülər qəbiristanda bastım. Balaca hekayədir, 26-27, bəlkə 30 səhifəlik. Vallahi mənim ondan, məsələn, o hekayədən götürdüyüm isə Əli Nino'dan götürməmişəm. İndi hamı Əli və Nino, mən bəyənmirəm Əli və Nino'nu. Oxumuşam da bizim, yəni bilmirəm niyə dəvət düşüb o. Yəqin Almaniyadan bizə gəlib, ona görə bizdə kəşf olunur. Yəni kitab oxuyursan istirahət üçün, mənəvi dünyanı zənginləşdirmək üçün, indi bəziləri oxuyur, məsələn, bilgilərini artırmaq üçün, məsələn, Brzezinskinin də kitabı var da, şahmat taxtası, sırf siyasi bir, yəni geopolitik analiz, düzdür, 2000-ci illərə aiddir, artıq dəbdən düşüb, bizdə elə təzə tərcümə. Yəni oxuyursan, amma mən xüsusi kitab oxuyum ki, məsələn, Nərmin xanım mənə sual verəcək, kitab oxumuşsun, mən də deyim, bəli, şey oxumuşam, Nizamini oxumuşam, Füzulini. Oxuyanda oxuyuruq, oxumayanda oxuyuruq. Məsələn, mən həmişə deyirəm, məndə stolun üstü 3-4 kitab var, hamısına birini 30 səhifə oxumuşam, bir də 100 səhifə oxumuşam, birini 60, hamısı qalıb orada, oxuyaram. Və yaxud da kitab, baxsan kitabın adı, axırınca birini almışdım, hələ bir səhifədə. Dəmir və mikroblar, nəsə dünya tarixindən danışan bir, çelik mikrob, almışam ki, onu oxuyacam, hələ də oxuyuram. Yəni ki, çalışıram, oxuyum, özümü yetişdirim, amma yetişdirim deyəndə özümü yetişdirim, yəni mənəvi anlamda yetişdirmək deyil, amma hələ ölənə qədər də zaten oxuyuram. Amma xüsusi oturub kitab oxuyum, kitabxanadan və yaxud da kitabın fonunda müsahibə verim. İndi var bizim siyasətçilər. Gedirlər kitabxananın fonunda, arkada kitablardır, müsahibə verir ki, ağıllı görüntü verirlər. Sən danışığından, işindən. Düzdür? Və yaxud da ki, bu şey adamdır, prokurordur, deyir, mən musiqi bəstələyirəm. Keçən bir millət vəkildir, deyir, 5 dənə kitab yazmışam. Qardaş, sən qanun layihəsindən vaxt oxumusan, qanun layihəsindən vaxt müzakirə eləmişsən. Yəni, izah elə bilim nə demək istəyirəm. Yəni, bu da bir əslində
bilmirəm, başqa ölkələrdə sual verirlərmi ki, kitab oxuyursanmı? Yəni onun kitab oxuyub oxumadığı, onun mədəni olub olmadığı və yaxud da dünya görüşünün olub olmadığı, onun oxuduğu kitabların sayından daha çox həyat tərzi, yaşayışı, danışığı, fəaliyyətində, düzdür? Məsələn bizdə bir ifadə var da, deyir kitab yüklü uzun qulaq söhbət var. Düzdür, kitab yüklüsən. Bizim məsələn var da, indi baxırsan sosial şəbəkələrdə kitablar paylaşırlar filan, güya ki. Yəni belə oxuyuram, amma xüsusi gecə-gündüz oturum kitab oxuyum, yox. Amma hə, təbii ki, xoşuma gələn olanda filan eləyəndə, məsələn, Trotskinin bir kitabı var, stolun üstə, o qalıb onu oxumalıyam, Hitler qalıb onu oxumalıyam, Napoleonun var, onu oxumalıyam. Yığmışam oxumalı kateqoriyasında bir xeyli var, amma gərək oturub oxuyasan. Məsələn, mən kitab oxuyanda, məsələn, bəziləri baxırsan ki, məsəl üçün deyək də, 3 dəqiqə bir səhifə oxudu ya 1 dəqiqə. Deyirsən, qardaş, nətər oxudun oxusa? Məndə belədir. Məsələn, kitabı oxuyanda bir cümləni başa düşməyəndə qayıdıram bir də oxuyuram. Gördüm başa düşmədim bir də oxuyuram. Bir də görürsən bir səhifədə 15-20 dəqiqə bir səhifədə əlləşirəm. Yəni indi bəzi yazarlar da var, detallara fikir verirlər, xırdalıqlara fikir verirlər. Hə, məsələn, baxırsan bu nə demək istəyir? Bir obraz təsvir eləyir. İndi başlayıb şalvarının balağındakı palçıqdan. Ay qardaş sən yəni düzdür, onun da özünün bir şeyi var. Yəni mən ona görə sürətli oxuya bilmirəm. Yavaş oxuyuram. Yavaş oxuyanda da təbii ki, indi vaxt olandan yenə də. Keyfiyyət təşkil. Yəni daha da o kitabdan mən nəsə götürməyəcəmsə, öyrənməyəcəmsə, baxın mən məsələn bir çox statlar var. Məsəl üçün o hadisələr, şeylər var ki, yadımdadır. Məsələn, amma mən hansı yazarın, hansı kitabının, hansı səhifəsində olduğunu xatırlamıram. Mən bəziləri deyir, Dostoyevski filan əsərində bunu deyib. Qardaş, sən fikrin özünü zorla yadında saxlayırsan da. Bu Dostoyevskində bu sırf ona görə oxuyur ki, hardasa stat gətirsin. İzah elə bilir. Yəni qardaş, sən onun fikrini şeylə, onun ideyasını müzakirə elə. Düzdür, deyən hansı yazarlardan biri. Hə, yox, Dostoyevski filan. Yəni kompleksimiz var, mən düşünürəm. Kompleksimiz var cəmiyyət olaraq bu kitab oxumaqdan zaddan. Ona görə biraz fərqli yanaşırıq, nə bilim, nə deyim. Bizim ümumiyyətlə biz orta məktəbdən də elə Sovet dövründə indi çox indi gördük kitab. Bizim evdə həmişə kitabxana olub. Uşaq ədəbiyyatı kitabxanası var. Nağıllar oxuyurduq və ya əsərlər. Bizdə evdə həmişə olub. Hətta rus dili kitabxana, rusca da biz ev alanda bir rus ailə idi, kitabxanasını da aldıq o vaxtı. Düzdür, onu oxumadıq, rusca biraz qəlizdir. Düzdür, mən cəhd eləmişəm oxumağa, amma o şey vermir də, o sən beynin avtomatik tərcümə ilə məşğul olur. Sən qalırsan qıraqda, məzmun qalır qıraqda, beyin tərcümə, texniki tərcümə ilə məşğul olur. Yəni biz oxumuşuq, oxuyuruq, ölənə qədər də oxuyacağıq, amma xüsusi yaxamızdan kitab asıb gəzmirik ortalıqda. Həyat yoldaşınızla necə tanış olmusunuz? Hə, tədbirdə, partiyanın tədbiri var idi, orada tanış oldu. Deyəsən, Şəhidlər Xiyabanı, yox, Türk şəhidlərinin məzarının ziyarətində idi, deyəsən orada tanış olduq. Yəni o da atası da partiyanın üzvü idi, o da tədbirə gəlmişdi. Mən də orada o vaxt həm partiyanın idarə heyətinin üzvü idim, həm də Gənclər Təşkilatının sədri idim. Orada belə ayaqüstü tanış olmuşduq. Sonra da tanış olduq. Soruşmaq istəyirdim ki, kim birinci? Mən təbii ki, kim olacaq? Əgər həyatınız film olsaydı, hansı rejissorun çəkməyini istərdiniz? Hə, valla, yəni mən yenə deyirəm, mən xeyli filmlərə baxmışam. Bəlkə də indi Azərbaycanda özünə kinoman deyən 3-4 adam olar ki, mənim qədər filmə baxsın. Amma bayaq dediyim kimi, rejissor, senarist, filan, bunları əzbərləmirsən də. Uzaqbaşı baş qəhrəman, filmin baş qəhrəmanı, ümumi ssenari xəttini filan şey edirsən. Amma 2-3 dənə tanıdığımız var da, məsəl üçün Cameron var və yaxud da indi xaricləri götürsək Spielberg var, hə, məşhur Steven Spielberg var. Cameron məsələn Titanicə görə tanınır, o qəşəng çəkir. Spielbergin də bütün əsərləri elə hamısı maşallah elə yaxşıdır. Bizim yerlilərdir, məsələn Allah rəhmət eləsin, sevinəm Rasim Ocağın filmləri xeyli şey olub. Hər halda nə bilim, indi bu üçündən desək, üçünü də çəkməyini istəyərdim. Məsəl üçün, hər halda Steven Spielberg. Hər halda o daha yaxşı çəkər. Çünki o Schindlerin siyahısını da o çəkib. Orada düzdür, yəhudlər indi İsraildə Almanların olan başına açdıqları oyunu indi Fələstin xalqın başına açırlar. İsrailin terrorla məşğuldur.
Amma bu Yəhudi soyqırımı, Holokosta o filmlərlə tanınıb dünyaya. Yəni o obrazları təqdim eləmək, o adi situasiyaları olduğu kimi çatdıra bilmək məncə onda alınır. Düzdür, daha başqa rejissorlar da ola bilər. İndi mən tanımıram hər halda. Yerli müasir rejissorlar da məsələn Emil Quliyev. Valla yerli müasir rejissorları tanımıram sözün düzü. Filmləri də demək olar ki izləməmişəm. Heç bu Əli və Ninonu da izləməmişəm. Bir Tağıyevin filmi deyirlər. Yaxşıdır, yəqin ki ona baxacağam. Çünki Əli və Ninonu niyə izləməmişəm? Çünki kitabın özü xoşuma gəlmədiyi üçün filmi də elə eyni şey olacağını düşünürəm və amma yerli düzdür var, amma o qədər populyardır. Yerli filmlər daha çox komediya janrında çəkilən biraz belə onları da izləmirəm. Niyə izləmirəm? Yəni onlar gülmək. Mən gülənlərə də bir şey demirəm, amma adama bir şey vermir axı. Yəni yerli demək olar onda tanımıram. Bəlkə də mənim səhvimdir. Bəlkə də tanımalıyam, amma tanımıram. Yəni amma təbii ki çəkdirəsi olsam Spielbergə daha çox çəkdirərdim, pulum çatsaydı. Düzdür, mən düşünmürəm ki mənim həyatımda da həyatımdan film çəkiləsi bir həyat yaşamışıq və yaxud da nəyəsə nail olmuşuq ki, bizim həyatımızdan film çəkilsinlər. O bizdə siyasətçilərdə adət var. Kim tutulur içəridə, türmədə kitab yazır. Ona elə gəlir ki, bunun həyatı bütün Azərbaycan üçün, dünya üçün önəmlidir və bunun hiss və həyəcanları, o türmədə yaşadıkları bestseller olacaq. Daha hamı alacaq ki, bu türmədə nələr çəkib, sən demə Payətondan filan. Məsələn, mən heç türmədə şey də yazmam, xatirələr də yazmam. Çünki mənim Uzaqbaşı ailəm, 3-4 dənə dostum, tanışım üçün maraqlı olacaq ki, mən orada nə etmişəm. İndi bu film zad da biraz ona oxşayır. Bir də görürsən kimsə atasına film çəkdir, sənədli film, bir kimsə özünə, ay nə olub qardaş, nə əldə eləmisiniz, nə nailiyyətdir. Yəni o baxımdan mən o qədər də şey deyiləm. Yəni narsist deyim, ya özünə vurğun deyim, ay mənim həyatım film çəkilməlidir, filan olunmalıdır. Hə indi özümüzə görə həyat da yaşamışıq, indi siyasi fəaliyyətimiz var. Məndən olsa məsəl üçün bəlkə də deyərəm ki, məndən yoxdur. Amma indi başqa insanların gözündən baxanda yəni kimə maraqlı olacaq Tural Abbasın filmi? Uzaqbaşı bir əleyhdarlarım, bunun şey haqqında bir söz var. Siyasi platform haqqında söz var. Platform bizdə o siyasətçinin görəcək ki, məsələn deyir, səndən və rəqiblərindən başqa heç kimin oxumayacağı çox vacib sənət. Yəni sənin platformanı heç kim oxumur. Bir rəqiblərin oxuyur ki, oradan səhv tapsın, bir də özün oxuyursan, görüm nə deyirəm. İndi filmdə Uzaqbaşı elə bir film çəkdirsən, Uzaqbaşı mən baxacağam, ailəm baxacaq. Başqa kimə lazımdır ki o film? O boyda səhv eləmirəmsə FIFA-dan film çəkdilər də, FIFA haqqında təzəliklə. Heç kim baxmadı. Heç Pele'nin filminə o qədər baxan olmadı. Yəni indi o baxımdan film çəkdirmərəm hələ. Hələ indi bəlkə gələcəkdə indi Allah nəsib elədi, nəsə bir nailiyyətimiz oldu. O da nümunə olsun deyə çəkdirmək olar. Siz filmin axı oynadığı rol var. Məsələn, filmi çox adam əyləncə kimi baxır. Məsələn, əyləncə xarakteri. Amma məsələn, düşün küçələrdən soruşun, Azərbaycanın milli qəhrəmanlarını, tarixi qəhrəmanlarını kim tanıyacaqsınız? Tanıyırsınız. Hamı kim deyəcək? Babək, Koroğlu, Nəbi, hamısının filmi var. Filmi var, bəli. Qaçaq Kərəmin filmi yoxdur. Bax, heç kim tanımır. Biz tərəflərdə və Hacı Tağı var biz tərəflərdə. O da qaçaqda, Nəbidən də daha hörmətli olublar, İsrafil ağa filan. Heç kim tanımır. Niyə? Çünki filmləri yoxdur. Amma kimin ki filmi var, o tanınır. Məsələn, Fatih Sultan Fatih Sultanda Fatihlər Sultanı Mehmet filmi gedir. Biz orada görürsünüz obrazları, Çandarlı filan hamı tanıyır. Və ya da Sultan Qanuninin də hamı tanıyır. Düzdür? Niyə? Filmlərə görə. Bu filmlərin həm də bir təbliği yönü var. İzah edə bilim. Pentagon il ərzində neçə milyon filmlərin çəkilişinə pul ayırır. Məsələn, Amerikanın Müdafiə Naziri idi. Müdafiə Nazirliyə filmə pul ayırsın. Niyə? Çünki təbliğə. Əgər sənin həyatında təbliğ olunmalı, insanlara nümunə olunması nəyinsə varsa, bu çəkdir. Qoy nümunə götürsünlər. Kimsə ruhlandıra biləcəksən, həvəsləndirə biləcəksən, çəkdir. Pulun da varsa təbii ki. Yoxsa otur evində də özün üçün uzaqbaş bir xatirə yaz. O da uşaqlarınıza da oxuyar, öz və nəvələrinə və salam. Yəni deyirəm, adam həbsdə olanda birinci 1-2 ay emosional belə bir romantik euforiya yaşayır da həbs filan bir mükən. Biraz da əli kitab zad oxumusansa, biraz da onlarla müqayisə edirsən. Amma məsələn görsən ki, sən hiss elədiyi sözlərə yəni kitaba tökə biləcək sözləri tapmaq hər adamın işi deyil. İndi məsələn indi bizdə dırnaqarası
gənc yazarlar var da. Baxırsan ki, oturub dostunla söhbət yazır, deyir, mən kitab yazmış. Və yaxud da nə hadisələri yazır, bilirsiniz, getdim, qapını döydüm, açdı, oturdum. Bu oldu, mən kitab yazdım, 5 dənə kitabım var. Böyük yazıçılar baxırsan, ömürlərində 1-2 dənə kitabı var, ya yox, məsəl üçün deyir. Bunların 30 yaşı var, 35 yaşı var, 50 dənə kitab yazır. Nədir? Kitabına baxırsan, söhbət. Adi söhbətdə. İndi mən adlarını çəkmək istəmirəm. Bizim gənc yazarlardan da oxumuşam da mən. Hələ indikilər yox. Hələ bu gənc yazarların babaları sayılan Seymur Baycanı, Akşin Yeniseyi də, nə bilim, Zahir Əzəməti filan bilmirəm. Oxumuşuq da. Yəni xətirlərinə dəyməsin, amma vərəq israfıdır mən düşünürəm onların yazdıqları. Bir həftə internetdən uzaq qalmalı olsanız, vaxtınızı necə keçirərsiniz? Baxır harda, şəhərdə, rayonda, yoxsa xaricdə, yəni. Rayonda olsun. Rayonda heç nə, internetim olmasa dincələrəm, belə qapıda, bacada gedərəm, öz kəndimizdəyəmsə. İndi mən uşaqlığımda kəndimizdə, yəni yay aylarında kəndimizdə olduğu üçün oranın da mənim üçün bir mənəvi dəyəri vardı, uşaqlığımın xatirələ. Oraları gəzərəm, dostlarımla oturub durub dərdləşərəm, çay içərəm. Nə bilim, domino oynayaram, nerede oynayaram hər halda. Yəni zaten deyilirəm. Yəni mən elə bütün gün internetdə yatmağın tərəfdarı deyiləm. Düzdür, indi evdəkilərdən sorsa deyəcək bütün gün telefon əlindədir. Amma bir mənada indi həyatın ayrılmaz hissəsi kimi olub. Yəni əvvəl mən peşə ixtisasca jurnalistika bitirmişəm. Məsələn, əvvəl xəbərin yaranması, onun yaşama müddəti, onun operativliyi başqa sürətlərlə idi. Məsəl üçün xəbər bir də görsən 3 gün gündəm ola bilirdi. Məsələn, bir həftə xəbər köhnəlməyə bilirdi. Və yaxud da məsələn, sən Amerikada hadisə olub, 3 gün sonra onu qəzetində yazırdın, bu yeni xəbər kimi təqdim oluna bilirdi filan. Amma indi xəbər saniyələrlə gedir, saniyələrlə formalaşır və saniyələrlə köhnəlir. Yəni sən məsələn 10 saniyə gecikdinsə artıq ekskluziv olaraq başqa bir sayt verir. Məsələn, bizdə siyasətçilərdə bu xəbərlərlə, siyasi gündəmlə fəaliyyət göstərdiyimiz üçün izah edə bilir. Məsələn, sən gündəmin ruhuna uyğun siyasi fəaliyyət aparmalısan. Niyə? Çünki biz xalqı hesablayırıq. Biz siyasəti niyə görürük? Kimin xoşuna gəlmək? Hakimiyyətin yox, Trumpın yox. Və yaxud da indi Avropa Birliyi yox, xalqın, adi insanlar. Ona görə adi insanların həssasiyyətini nəzərə alan bir siyasət yürüdürsənsə, məcbursan ki, o xalqın da gündəliyini izləyəsən. Məsələn, o evdə izlədiyini sən də izləyə biləsən ki, ondan xəbərin olsun. İzah edə bilin, hansısa rayonda da, kənddə də, şəhərdə də. Yəni, o baxımdan internetsiz çətindir, amma mümkündür. Yəni, internetsiz mümkün deyil. Bizim nəsil elə nəsildir ki, biz İndi siz daha cavansınız da. Bizim nəsil, məsəl üçün, biz Sovet dönəmində gördük bir müddət. Mən Oktyabrat olmuşam. Burada Lenin babanın ulduzu var idi. Vladimir Leninin kəlləsi falan beşmişəm. Sonunda texnologiya, ev telefonu texnologiya idi. Məsələn, məhəllədə bir adamda telefon var idi. Gəldi, qapını dördü ki, sən telefon elə Moskvadan zəng gəl, gelin ondan da alo, alo. Yəni, texnologiya bir televizor idi, bir də telefon idi. Və texnika bu qədər sürətlə inkişaf edən. Biz o dönəmdə görmüşük. Məsələn, fikirləşin, indi kimlənsə şəhərdə görüşürsünüz də, düzdür. O görüş yerinə gələnə qədər bir 10 dəfə telefonla danışırsınız, WhatsApp-la danışırsınız, konum atırsınız. Buradayım ki, fikirləşin də əvvəl bunlar yox idi, amma adamlar da görüşürdülər, danışırdılar. Bir həftə qabaqdan deyirdilər ki, gələn həftənin bazar günü saat 1-də filan yerdə və görüşülürdü, problemlər də həll olurdu. Demək ki, internetsiz də mümkün imiş. Amma bu texnologiyalar həyatı da sürətləndirib. İnsanların fikir verin, məsələn 22 yaşına baxsan qocalıb ruhən. Niyə? O qədər sürətlə inkişaf edir hər şey. O baxımdan da biz internetsiz dönəmi görmüşük biz. Yəni biz yaşaya bilərik. Amma o Z kuşağı bilmirəm, yaşaya bilər internetsiz ya yox, məsəl üçün. Birazca, yəni özünü öyrəşdirsə məncə ola bilər. Amma tam internetsiz yox da, yəni müəyyən qədər. Məsələn, Instagrama bax qoyursan. Görürsünüz, siz tam imtina edəməyiz. Amma biz nəinki şey, biz SMS çıxanda telefonlara yazanda, Nokia telefonları onda sildim. SMS çıxanda bizim üçün inqilabi bir dəyişiklik, SMS. Sonra hətta telefon və kamera ikisi sözü bir araya gələndə birinci Nokia'da çıxmışdı. Mən birinci dəfə yəni gözləyirdim, görüm o şəkil necə o ekranda çıxacaq. Yəni biz hansı filmdən böyümüşük? O Sehirli Xalatda deyirik gülümsə filan çəkilir, sonra proyektorla verir. O biz deyirik bu nağıldır, əfsan, fantastikadır. Belə şey olar, nə vaxtsa proyektorla burada çək, burada ver. Amma indi o dönəmə gəlmişik deyə. Məsələn biz görmüşük internetsiz dönəm və yaşayarıq da. Hə Z kuşağına ağır olar, amma məcburən onlar da yaşayır. Məsələn indi İraq, yenə deyim, əskəri deyim, həbsdə olanda telefondan, internetdən uzaqsan da necə yaşayırsan illərlə orada?
Düzdür? Yəni yaşamaq olar məncə, amma çətin olar. İndi hər şey onun üzərinə qurulub da, təəssüf ki. Getməyi ən çox istədiyiniz ölkə var mı, hansı ki, gedə bilməmisiniz hələ ki? Bu bizim yaralı tərəfimizdir. Mənim yoldaşım səyahət eləməyi çox eləyir. Hətta mənlə ailə qurana qədər də bir xeyli Avropa ölkələrini səyahət eləmişdi. Amma mən o qədər də belə səyahət həvəskarı deyiləm. Yəni xüsusi bəlkə də gedəndə gəzirəm, dincəlirəm, baxırsan, eləyirsən və mən harasa səfər eləyəndə, məsələn, hansı xarici ölkəyə gedəndə, məsələn, turistik zonalardan çox daha çox insanların adi yaşadığı həyatı görmək istəyirəm. Məsələn, qardaş, gedirik turistik otel, elə bilirsən ki, məsəl üçün Türkiyəyə getmək, elə bilirsən ki, bütün Türkiyə oteldə yaşayır. Və ya da çıxırsan məsəl üçün harasa xüsusi restorana, elə bilirsən bütün elə deyil. Yəni mən hər hansı getmək istəsəm, sırf oranın yaşam tərzi. Məsələn, çox istəyirəm ki, gedim o dövlətin vətəndaşının evində qonaq olum bir həftə. Nəinki otelində. Niyə? Çünki o evdə yaşayanda o mədəniyyətindən tanış olursan, yaşayışını görürsən, fərqlilikləri görürsən. Amma oteldə elə get, gəl, gəz, turistik yerlər, hamı gəlsən ki, bütün turistlər oradadır. Çünki eyni yerləri qeyd edirlər o Google-da filan da, hamı da oradadır. Ona xüsusi gəzmək istədiyim yerlər yoxdur belə. Uzaqbaşı Məkkəni təbii ki, ziyarət eləmək istəyirəm inşallah qismət olsa. İstanbula istəyirdim, onu da getdik, gəldik. Yəni xüsusi belə vav deyəcək bir şey olmadı. Yəni də belə bəlkə də var yaxşı yerlər, mənim xəbərim yoxdur. Yəni belə xüsusi həvəsim yoxdur harasa gedim. Məsələn, Azərbaycan elə kifayət eləyir. Azərbaycanın elə gəzib qutara bilsək. Məsələn, Azərbaycanda insanlar var ki, desən neçə ölkəyə getmisən, deyəcək 15, 20, bəlkə də 30-35 ölkəyə gedib. Məsələn, desən ki, Uzara getmisən, deyəcək yox. Lerikə getmisən, yox. Xaçmaza getmisən, yox. Gədəbəyə getmisən. Birinci bir öz ərazini də gəzdə, gör nə gözəl yerlər var filan var. Bu da demək deyil, getmə. İndi elə insanlar var, həvəsi var, elə insanlar var, yoxdur. Mən deyəsən o qədər səyahət sevən adam deyiləm yəqin ki. Hansı musiqi janrını daha çox sevirsiniz? Gözəl musiqilərin hamısı yaxşıdır. Yəni xüsusi fərq qoymaq düz deyil. Məsələn, popda, rockda, nə bilim indi digərləri, estrada, hamısı yaxşı musiqi, keyfiyyətli musiqi keyfiyyətlidir. Hətta ölkə fərqi belə yoxdur. Keyfiyyətli musiqi, dilini də başa düşməsən, baxırsan ki, yaxşı musiqi dinləyirsən. Düzdür, mən xoşlayıram musiqinin sözlərini də başa düşüm adətən. Yəni başa düşəndə daha gözəl olur. Məsələn, Türkiyə, Azərbaycan, Rusiya, indi bunların dilini daha başa düşdüyümüz üçün. Amma janr olaraq daha çox rock janrında, amma belə lap hard rock yox da, belə rock janrını xoşlayıram. Azərbaycanda o qədər populyar deyil. Ola bilsin biraz da bizim o inqilabi ruhdan irəli gəlir. Rockda biraz inqilab da var. Rock janrını daha çox xoşlayıram, amma hə gecə gündüz oturub Mübariz Tağıyeva qulaq asıram, yox. Yəni indi Mübariz müəllim sağ olsun milli rockda. Yəni rock janrını xoşlayıram. Mənə daha səmimi gəlir rock janrı. Yəni təbii ki, bir də aşıq sənətidir, o başqa bizim indi el-oba. Azərbaycanda muğamda var axı, muğam mədəniyyətdə var. Məsələn, mən məsələn aşıqdan aldığım həzzi muğamdan ala bilmirəm. Məsələn, aşıqa daha çox meylliyəm, nəinki muğama. Amma rock, saz belə də yəni. İndi əslində saz da biraz gitara oxşayır, gitara saza oxşayır. Bəs rockda kimləri dinləyirsiniz? Rockda hamını. Rus rockunda dinləyirəm, dinləmişəm, yəni indi vaxtında Kazmanov filan beşməkan. Azərbaycanda da indi Tağıyev var filan var, bu cavanlar da çıxmışdı, Niyaməddinlə oxuyurdular, məsələn, gözəl, onlar da yaxşı oxudular. Türkiyədə də var rock janrında oxuyanlar. Yəni rockda həm də çalışıram sözünü deyim, sözlərini anladığım rocklarda dinləyim. Yəni bunları üç ölkənin demək olar ki, oxuyan hamısını dinləmişəm, amma adlarını yadımda saxlayım filan yox. Məsəl üçün ki, bu filan qrupdur, filan beşməkandır, xüsusi yox. Yəni ümumiyyətlə mən sizə bir şey deyim, son bəlkə də 15 ildir xüsusi oturub musiqiyə qulaq asdığım olmur. Yəni ki, oturum bir musiqiyə qulaq, ya qulaqçığı salım, telefonda bir musiqi qoyum filan eləyim. Elə bir şey olmur. Yəni maşında gedəndə və yaxud da indi xüsusi bir ajitaj doğuran musiqi olanda qoy görək bu nədir. Məsəl üçün o dediyim Niyaməddin müəllimdən oxuyan uşaqlar və yaxud da biri var çıxmış hara gedirsən. Məsələn o elə ekskluziv nələr olanda cəmaət danışır, baxırsan gör bu nə oxuyur və yaxud da Türkiyədə biri çıxdı indi oxumuşdu. Cinayət Şizad açdılar. Məsələn onu tapdım, baxım gör bu nə oxuyub ki filan. Hə belə olmayanda xüsusi oturub qulaq asmıram. Mən avtomobildə gedəndə indi tutaq ki orada radioda və yaxud indi YouTube-a qoyursan filan beşməkan qulaq asırsan. Amma xüsusi oturum əvvəl var idi. Məsələn mənim telefonumda həmişə 250-300 musiqi olurdu. Ki məsələn qulaqçıqlar o vaxt daha
şunurlu qulaqçıqları idi. İndiki kimi bluetooth deyil. Qulaq asırdı. İndi xüsusi belə yaşla şeylər də dəyişir, vərdişlər dəyişir. Yəqin qocalırıq. Əslində məncə musiqi dinləməyə çox da vaxt olmur, ona görədir. Yox, məsələn, yol gedirsən, qulaq asa bilərsən və yaxud da tutaq ki, Yəni fikriniz yolda olurdu. Hə də yəni indi yox, yəni vaxt olsa xüsusi qoyub qulaq asmır. Yəni ki, əvvəl məsələn qulaq asır. İndi məsələn vaxt olsa xüsusi qoyub musiqiyə qulaq asım, yox. Hə, filmə baxıram, hə, film olanda baxıram. Sizcə Azərbaycan gənclərinin siyasətə marağı necədir? Azərbaycan gənclərinin siyasətə marağı imkan versələr çoxdur. İmkan versələr. Yəni Azərbaycanda siyasət təhlükəli fəaliyyət növü olduğu üçün gənclər təbii ki, ora gəlmirlər də. Çünki qorxurlar. Həm karyeraları üçün, gələcəkləri üçün, bu günləri üçün tələb edilərsə, təhsilləri üçün işləyirlərsə, iş yerləri üçün. Ona görə siyasətə gəlmirlər. Amma hamısı siyasətlə altdan aşağı-yuxarı maraqlanır, bilir, görür, amma fəaliyyətdən qorxurlar. Məsələn, elə cəmiyyətlər var ki, apolitik cəmiyyətdir. Yəni siyasətlə maraqlanmır. Amma bizdəki cəmiyyət apolitik deyil. Yəni siyasətlə maraqlanmayan cəmiyyət deyil, siyasətlə maraqlanan cəmiyyətdir. Amma siyasətlə maraqlanmırmış kimi göstərir. Məsələn, mən Azərbaycanda məsəl üçün deyək də 10 adamdan 5-6-sı məni tanıyır. Bəlkə 4-ü 5 deyək, yaxşı. Yaxşı, siyasətlə maraqlanmırlarsa məni niyə tanıyırlar? Mən müğənni deyiləm, aktyor deyiləm. Düzdür? Demək ki, maraqlanmırsan da mən siyasi danışıram. Demək, baxırsan da siyasətə. Düzdür? Yəni demək ki, var maraq. Amma hə, partiyalara gəlirlərmi, siyasi fəaliyyətlə məşğul olurlarmı? Ən çox gənclərin olduğu partiya bizik. Biz belə Azərbaycan standartlarına baxanda qanunedici deyil. Məsələn, sorsam ki, Azərbaycan partiyasında neçə gənc siyasətçi tanıyırsın? 700 min üzvü var, filan var, yoxdur. Yəni o baxımdan imkan vermirlər və insanlar nəticəyə inanmır. İzah edə bildim. Yəni ki, insanlar düşünmür ki, mən siyasətlə məşğul olsam, uğur əldə edəcəm, parlamentə girəcəm, karyerada inkişaf edəcəm. Uğur görmədikləri üçün heç kim məsələn siyasətlə məşğul olmasa, əvvəllər Azərbaycanda hamı hüquqa girmək istəyir. Niyə? Prokuror olmaq üçün. Niyə? Prokuror olanda dolansan da, dolanışırlar. Və indi hamı marketi olub. Marketolog, iqtisadiyyat orada gedəcəm mən və yaxud da indi influencerlik çıxıb. İnsanlar həm də elədir də pul harda varsa, güc harda varsa ora meyllərində. Azərbaycanda da siyasət pul və gücün təmsilçisi olmaq funksiyasını itirib. Hakimiyyət üçün yox, qeyriləri üçün. Elə bir gənc görünsün, desin mənim 21 yaşım var, mən siyasətlə məşğul olacam, pul qazanacam, var olacam və yaxud da hakimiyyətə gələcəm vəzifələr. Yoxdur elə. Hamı deyir ki, bir hakimiyyətin əlindədir və onlar da monopoliya alıb, heç kimi ora buraxmırlar. Ona görə siyasət cəlbediciliyini itirib gənclər üçün. Amma təbii ki, maraqlanırlar. Bir sabah qığılcım olsa, yəni mən düşünürəm ki, gənclər öz siyasi mövqelərini ortaya qoyarlar. Amma hələlik qorxu, ehtiyatlılıq o siyasətə olan maraqlarından ağır basır. Biz də bugün Azərbaycanda yeganə bəlkə partiyalardan biriyik ki, biz hər həftə üzv qəbul edirik bəlli bir sayda. Yəni çoxu nağıl danışa bilər. Ay bizim yüzlərdən biri deyil, minlərlə. Məsəl üçün 2 il bundan qabaq, 2-3 il bundan qabaq yeni qanun partiyalar haqqında qanun qəbul olundu və bir maddə var ki, partiyaların ümumi siyasi təqdim olunmalıdır dövlətə. Minimum 5000 adam olmalıdır. Partiya olmaq üçün 5000 adam olmalıdır. Və 30 ildir qulaqlarımızın pərdəsini cıran partiyalar apardı 5000 üzvü zorla verdilər. 5000 üzv. Biz 10.000 verdik. Yəni biz dedik və böyük partiya samısın siyahlar. Bizim nağıl danışmaq asandır. Məsələn, otursun burada gəlsin. Biz böyük partiya, 100 ilin partiyası, bir deyəcək biz 30 ilin partiyası, bir deyəcək biz bu dövləti qurmuşuq, bir deyəcək kosmosu biz kəşf eləmişik və bizdən böyük partiya yoxdur. Deyəsən yaxşı ki, sübut elə, hə? Qoy da sənədləri ortaya. Sənədləri ortaya qoyanda məlum olur ki, 5000 o da necə? Üzvünün oğlu, qızı, atası, bacısı hamısını yazıb ora ki, üzdür. Hətta özləri status yazır da. Yazırlar, nə tər olur? Mənə zəng gəlib, o dövlət də yoxlayırdı, zəng eləyirdi, ki, görək partiyamızdan. Bizim 10.000 üzvü hamısına zəng eləmişlər. 1500 yapıcı çıxartdılar. Bu arada bizə zəng elədik, yapıcı ola bizə də üzv yazılıblar. Bizə də onlar başa düşdük ki, şimdi ehtiyat eləyiblər falan. İnsanlar qorxur. Hətta biri bizə zəng eləyib, üzvümüz deyir ki, qardaş mənə türmələrdən zəng eləmişlər. Deyirsən, türmələrdən səni niyə zəng eləyir? Ədliyyə Naziri zəng eləyir. Ədliyyə Naziri türmələrə də baxır. Buna elə Ədliyyə Naziri beynində türmələrlə assosiasiya. Buna elə gəlir ki, buna türmələrdən zəng eləyiblər ki, sən partiyanın üzvüsən ya yox. Yəni məsələn o prosesdən Ağ Partiya yapdan sonra ikinci ən böyük partiyadır siyahı üzrə.
məhkəmədə, təqdimat üzrə də və o zəng eləyən ədliyyə işçiləri də bilir də. Məsələn, bizdə mən düşünürdüm ki, biz 10.000 üz vermişik. İndi insanlar da dövlət ona zəng edəcək, sən müxalifət partiyasının üzvsən, qorxacaq, inkar eləyəcək, yox, xəbərim yoxdur. Mən düşünürdüm ki, 10.000-dən ən azı bir 5.000 elə deyəcək. Məlum oldu ki, cəmi 600 ya 700 olardı. Sonra dolayısıyla bizə çıxdılar ki, bəy biz işləyirik filan, biz üzr hesab edin, qorxuruq. Demişlər, mənim xəbərim yoxdur filan. Bizdə də xəbərim yoxdur anlayışı yoxdur. Niyə? Çünki bizdə onlayn qəbuldur. O harda saat neçədə doldurub, o da var bizdə. Bildiniz o yazdıqlarını, amma deyir, ya bunun kimdə olub, sən bu dataları özün yazmısan, nətər xəbərim yoxdur. Yəni biri də sosial şəbəkədə yazmışdı, mənim xəbərim yoxdur filan. Biz də onun həmin yerini skrin elədik, hətta niyə partiya üzv olmaq istəyirsən, onu da yazmış tərif səhvlərindən filandan qoyduq ki, qardaş, bunu sən doldurmamısan. Biz sənin məlumatları vardan almışıq. Hə, yəni o baxımdan yenə deyirəm də, gənclərin partiyaya gəlişi şeylə bağlıdır. Nəticə ilə bağlıdır və inşallah mən əminəm ki, nisbətən siyasi açılma olsa, nisbətən siyasi uğurlar olsa, gənclər axışacaqlar və AK Partiyada YAP-dan başqa, indi YAP da hakim partiya olduğunu görə heç kim rəqabət apara bilməz, yəni bizlə. Biraz pafoslu çıxdı, yekə çıxdı, hə? Görürsünüz, digər məsələlərdə böyük danışmıram. Bir ara Kəramət Böyükçüllə sosial şəbəkələrdə bir-birinizi atmaca atırdınız, həm də tənqid edirdiniz. Amma bir müddətdir ki, dayanıb. Mən atmaca atmamışam. Söz də atmamışam. Baxın, varsa mənə də maraqlıdır. Yəni, ona görə yox, yəni mən hər mənə söz deyənə deyir, hər sənə daldan daş atana fırlanıb baxsan, qabağa gedənməsən. Kəramət birinci deyildi, axırıncı da deyil. Yəni, indi o deyirlər, danışırlar. Hə, təbii ki, xoşdurmu? Xoş olmur. Kimsə bütün gün səndən yazsın, şər, böhtan, iftira. Yəni, söz gəlişi də. Mən, məsəl üçün, istənilən bir şeyində məhkəməyə də verə bilərdim, filan da eləyə bilərdim. Hətta bir də hazırlamışdım, sonra ortaq dostumuz var idi. O dedi ki, boş ver zat, yaxşı, o da bizim dostumuz. Eləmədi. Məhkəmətdə vəkillə zadla danışmışdıq, hazırlatmışdıq sənədlər. Onu da niyə məhkəməyə vermək? 1 manat qoyacaqdıq və deyəcəm, ya təqzib elə, ya 1 manat ver. Niyə? Sübut elə də dediyi. Düzdür, deyirsən, bu Goebbelsin variantıdır. Deyir, at ortalığa, nə deyə, iftiranı. Sonra təqzib ver. Təqzibi, məsələn, iftiranı oxuyacaq 1000 adam, təqzibi oxuyacaq 500 adam. O bir 500 adamın yadında o iftira qalacaq. Yəni, danışırsansa sözün dalında durmalısan. Yəni, baxın, məsələn, mənə tənqid edənlər nə deyir, tənqid edir? Milyonlarımız yox, xalqın malını dövlətin yeməmişik, satmamışıq. Bizi tənqid edənlərin siyasi mübarizəsini vurun 3-ə, o qədər mübarizəmiz var. Düzdür? Yəni, nə deyə tənqid? Sadəcə olaraq, mən çox vaxt bunu gözü götürməməlidir, paxıllıq, belə cılız insani hisslərlə bağladığım üçün çox fikir vermirəm və mən çalışmışam cavab verməyim. Axırda məni də məcbur elədilər ki, yazır, eləyir, kanal da açıb, dedim, gəlsin müsahibədə, gəlsin dedim, yaxşı. Gəldi müsahibə verdi, sonra getdi, ondan sonra gəlmir müsahibə. Sözüm var, gəl otur yenə qabağımda, sualı ver, cavabı var. Məsələn üçün də. Bir dəfə gəldi müsahibə elədi, o müsahibə də var sosial şəbəkədə. İstədiyi sualı ver. Hətta bizim rəqib partiyalardan da suallar vermişdilər ona ki, bunlar verərsən, eləyərsən. Tam hazırlıqlı gəlmişdi, amma indi, məsələn, o baxımdan mənim problemim olmuyor. Buradan bir daha təkrar edirəm. Mənim ümumilli liderim Məhəmməd Peyğəmbərdir. Mən sual versəm ümumilli liderin kimdir? Başımın üstündə Rəsulzadənin şəkli var. Yəni, bu nə deməkdir? Mən sizə indi fikirlərim, Azərbaycan bayrağı fonunda oturmuşsunuz. Deyirəm ki, siz hansı dövlətin vətəndaşısınız? Nə deyərsən adama? Deyərsən ki, Mozambikin, görmürsən nə? Yəni, bir ikində həqiqətən mən ümumilli lider kimi, bəziləri deyir, yox, ümumilli lider sözü Peyğəmbər aid olunur, geçsinlər bir ümumilli lider sözünün, ümumiyyətlə, o mənşəyini filanını öyrənsinlər, görsünlər. Mənim üçün yol göstərən hansısa siyasi fiqurlar ola bilməz, şəxslər ola bilər, dini şəxs ola bilər. Mənəvi dəyərləri, düzdür, məsələn, Heydər Əliyev də şəxsiyyətdir, Əbülfəz Elçibəy də şəxsiyyətdir, Məhəmməd Əmin Rəsulzadə də şəxsiyyətdir, düzdür, Uzun Həsən də şəxsiyyətdir, nə bilim, Qara Yusif də Həsən şəxsiyyətdir, tarix, Nadir Şah ən böyük şəxsiyyətdir, tarix şəxsiyyətdir, səhvləri də var, düzləri də var, Şah İsmail, hə? İndi mən illa da kimsə, mən sadəcə o sual yenə deyirəm, sualın məqsədi güya mənim mövqeyimi şübhə altına qoymaqdır, bilirsiniz? Məsələn, gəlsən müsəlmana deyirsən ki, sən araq içirsən. Yəni, bu müsəlmana veriləsi sual deyil axı. O vaxtı
bir dindara sual vermişlər, kəlmə şəhadəti bilirsən. Bu ayıb, yəni izah edə bilim nə demək istəyir. Ondan sonra heç maraqlanmıram da. Vallahi indi bir-iki dəfə də məsələn onlarda da qəribə bir fikir olur. Elə bilirlər ki, mən gecə-gündüz oturmuşam, onlarla maraqlanıram və yaxud nə. Qardaş, mən ən az partiya sədriyəm də. Düzdür, göstərsin ki, neçə adama söydürmüşəm, kampaniya təşkil elətdirmişəm. Düzdür, elətdirə bilərəm də. Yəni biz yəni amma niyə elətdirməmişəm? Həm niyə mənim hədəfim o deyil, rəqibim də o deyil. Ola bilər sevmir, sevməsin. Canlı olsun, o qədər məni sevməyən var. Ondan qabaq yeni yazarlar da sevmirdi. Bu Seymur Baycangil. Məsələn, Seymur Baycan bizə deyirdi, mən o Müsavat Gənclər Təşkilatının sədri idim. Mənə deyirdi, Taliban Gənclər Təşkilatının sədri. Bizə indi Seymur Baycana sual verirəm ki, Taliban Amerika ilə bir masada otur. İndi yaxşıdır Taliban. Yəni, görürsünüz, mən o vaxt Taliban deyirdim, öz vətəni uğrunda vuruşur. İndi də Amerikanlar, onları terrorçu deyənlər otururlar masada. Yəni, insan öz dəyərləri olmalıdır. Ona görə yox, mənim nə kəramətlə, nə digər gənc yazarlarla, ya da yazar olmaq istəyənlərlə heç bir problemim yoxdur. Yəni. Mənim yoxdur. Olan məndən varsa buyursunlar. İndi biz pul deyilik ki, bizi sevsin. 2024-cü ildə xaricdən Azərbaycana daimi yaşamaq üçün 364 nəfər gənc gəlib. Xaricdə yaşamaq üçün ölkəni tərk edən Azərbaycan gənclərinin sayı isə 633 nəfərdir. Sizcə ölkəni gənclər niyə tərk edir? Valla sizin statistikalar biraz statistikadır mənə elə gəlir. Çünki buradan da elə Tahir müəllimə salam deyim. Tahir Budaqov Statistika Komitəsinin rəhbəridir. Azərbaycanda statistika ümumiyyətlə normal aparılmır. Statistika yoxdur demək olar ki. Məsələn, dünyada Azərbaycan haqqında araşdırma aparmaq istəyəndə statistika mənbələr, datalar əldə olunan üçün yoxdur, vermirlər, qapalıdır və ümumiyyətlə aparılmayan sahələr var. Məsələn, Azərbaycandan 300 neçə nəfər Azərbaycana gəliblər də, vətəndaş olmaq üçün. Bəli. Onun neçəsi Əfqanistanlıdır, neçəsi Gürcüstan vətəndaşı, Azərbaycanlısıdır, neçəsi Mozambiklidir. Onu da desinə görə hardan gəlirlər bura. İkinci bir məsələ, Azərbaycandan 600 nəfər getməyib. Kifayət qədər adam, minlərlə adam gedib Azərbaycandan. İzah elə bilir, yəni xaricdə yaşamaq üçün. Niyə gedirlər? Gəncdir, gənc perspektiv görmək istəyir, həyatını qurmaq istəyir. Biri var, məsələn, bəlli bir yaşdan sonra deyirsən, mən həyatımı yaşadım artıq, mənim gedim indi macəra axtaran vaxtım deyil. Pis, yaxşı, Allah mənə bunu nəsib elədi, burada belə yaşayacağam. Amma gənc deyir ki, mənim həyatım qabaqdadır, burada bir perspektiv görmür. Burada məsələn, baxır ki, ən ucuz evin qiyməti başlayır 150 mindən. Bu da fikirləşir ki, mən burada 800 manat maaş alıram. Mən neçə min il yaşamalıyam ki, 150 min hələ ev alır, bunun maşını var, bunun kanalı var. Və işıq üzü görmədiyi üçün qaçır gedir. Məsələn, ola bilər tunel uzundur. Məsələn, 1 kilometrlik tuneldir və 10 kilometr, nə qədər tuneldir. Amma uzaqdan bir işıq görsən, o tuneldə gedirsən, stimulun var. Amma ola bilər tunel 200 metrdir, 100 metrdir. Amma uzunda işıq görsənmirsə, artıq insanlar pessimizliyə qapılır. Yəni, bizim gənclər bax, bunu hakimiyyət düşünməlidir ki, niyə tunelin ucunda işıq görmür bizim gənclər? Niyə o işığı Kanadada axtarırlar, Amerikada axtarırlar, Avropada axtarırlar? Baxın, sosial şəbəkədə nə qədər Avropadan, Amerikadan adi yaşayışı, gündəlik həyat tərzini çəkən insanlar influencer olur. Niyə? Çünki insanların o qədər marağı var ki, oraya gedək, yaşayaq, onları izləyirlər, onlara suallar verir, necə getdiniz, necə qaldınız, niyə belə olmalıdır? Qardaş, kim xoşuna gəlir? Atasını, anasını, əzizlərini, yaxınlarını. Mənim tanışlarım var, atasının dəfninə gələ bilməyib, anasının dəfninə gələ bilməyib, bacısının toyuna gələ bilməyib, qardaşının toyuna gələ bilməyib. Xeyirdə, şərdə, gedir otur uzaqda. İndi vətəndaşlıq da alanda şərtlər var, 5 il ölkəni tərk eləmirsən, filan eləmirsən, 5 il. Yəni, bax, hökumət fikirləşsin ki, bu insanlar niyə ora gedir? Yəni, qudurğanlıqdan mı gedir, yoxsa məcburiyyətdən mi gedir? Düzdür ya, yox. Məsələn, bir var ki, sən Rolls-Royce almaq üçün oğurluq eləyəsən. Bir də var ki, sən minimal, heç olmasa o Cəlil Məmmədquluzadəci bir uzun qulaq almaq üçün də Məkkəyə getmək, bir uzun qulağın olsun deyə sən oğurluq eləyəsən. Məsələn, mən misal deyim sizə, Azərbaycanda cinayətkarlıq fəlsəfəsi. Bizdə Amerikada, mən bunu həmişə misal deyim, bir erməni tutmuşlar, cəmaatı öldürürdü puluna. Şeylərdə, iynə vururdu ağır xəstələrə. Bunu məhkəmədə sual verirlər, tutublar. Sonra sən niyə deyib pul alırdın da? Pulu nə edirdin? Xəritədə göstərir, mən bu adamı almaq istəyirdim, ona görə pul yığırdım. Azərbaycanda göstərir, narkobaronu tutublar, arvad. O Mariyanla göz yaşları şeyində, corabında, əlində xalat, əlində çömçəsi gətiriblər bölməyə. Bu narkobarondur. Arvad da qalıb belə sağa sola baxır. Ay xanım, sən niyə bu işlə məşğulsan? Deyə, vallahi uşaqlar dolanışıq yoxdur. Yaxud da mən o vaxt Yasamal üveysində idim. Bir də görün birini gətirirlər,
1 kilo geroinlə, bu adam yetmir deyir, amma sən 1 kilo geroin filan bir deyir, qardaş, nə var, mən keçirdəcəydim oradan bura 10 min alacağım, deyir, neyin 10 mini? Qardaşım türmədən ona pul göndərməli. Yəni, izah eləyə bildim. İslamda məsələn şey var, deyir, oğrunun əli kəsilməlidir. Amma oğruluğu nəfsindən, artıq həvəsindən eləyirsə onun əli kəsilməlidir. Ehtiyacından eləyirsə, yox. İzah eləyə bildim. Bizdə indi gəl soruşaq, o gənclər qudurğanlıqlarından mı ora gedirlər? Yoxsa minimal həyat səviyyəsini yaşamaq üçün ora gedirlər. Və dövlət fikirləşsin bunu. Görək artım nə qədərdir, gənclər hara gedir, beyin axını hara gedir. Hökumətin belə bir dərdi yoxdur. Hökumət adından əlləşir. Deməli, sonuncu sualı belə oyun versiyasında qurmuşam. 3 sual olacaq. Hər kağızda bir sualdır. Və seçəcəksiniz, birində danışacağız ona bağlı. Ya Allah. Sual maşallah bir səhifədir. Demək olar ki, hər yerindən duran Azərbaycan televiziyasını tənqid edir və əfsus ki, bu tənqidlərin əksəriyyəti haqlı tənqidlər olur. Sizcə Azərbaycan televiziyasının əsas problemi nədir? Azərbaycan televiziyalarının problemi, mən düşünürəm ki, bilirsiniz, ideoloji xəttin olmamasıdır. Necə bir xətt? Bir kurslarının olmamasıdır. Kursları yoxdur. Məsələn, İctimai televiziya indi 20 illiklərini qeyd edirlər. Maşallah, pulala. 2005-ci ildə ictimai televiziyasının yaranması üçün mən piketlərdə döyülürdüm. Mitinqlərdə ki, ictimai televiziya yaransın, ictimai televiziya. İctimai televiziyanın fəlsəfəsi nədir? Hökumət nəzarətində olan televiziya deyil. İctimaiyyətin və müxalifətlə hakimiyyətin bərabər idarə etməli olduğu bir televiziyadır. İzah eləyə bilin, xalqın televiziyası. İctimai televiziya indi nə qədər xalqın televiziyası demək olar. Və yaxud da bir kursun olmalıdır. Məsələn, Türkiyədə baxsan bu dini kanaldır. Ancaq dini filmlər, dini məsələlər, düzdür ya yox. Və yaxud baxsan bu musiqi kanalıdır. Məsələn, ASTV-nin xətti nədir? Milli, mühafizəkar, liberal, demokrat, avtor, nədir? Bax, xətti nədir? Bu verişlər nə ilə senzur olunur? Senzura deyəndə pis başa düşürlər. Yəni, nə ilə redaktör olunur? Hansı dəyərlər əsasında? Multikultural, mühafizəkar, nə? Yoxdur, bilirsiniz? Yəni, ona görə bizim televiziyalar bu vəziyyətdədir, ona görə reytinqə qaçırlar. Sosial şəbəkələrlə yarışırlar. Televiziya, bax, əvvəllər sosial şəbəkələr televiziyadan mövzu götürürdü. İndi televiziyalar sosial şəbəkədən mövzu götürür. Sosial şəbəkə nədir? Hamının çıxışı olan bir məkan. Hamının çıxışı olan məkanda səviyyə baxımından elitar sayılmır da. İndi pop musiqisi var, nədir? Populyar musiqi, bir də var akademik musiqi, simfoniyalar filənlər, düzdür ya yox? İndi fikirləşin, akademik musiqiçilər, fikirləşin, orkestr yığılıb, orada 100 dənə musiqi alətləri var. Hansısa pop musiqisi, toy mahnısı çalırlar. Necə olar? Bax, televiziyalar bu dəqiqə o işlə məşğuldur. Yəni, otururlar, sosial şəbəkədə nə var, onu götürək televiziyaya çıxardar və qışqırmaq, bağırmaq, səviyyəsizlik. Yəni, bilirsiniz, küçəni televiziyaya daşıyırlar, sosial şəbəkəni televiziyaya daşıyır. Əvvəllər biz, məsəl üçün, hansısa sözün düz yazıldığını bilmək üçün titrlara baxırdıq və yaxud da saatı televizordakı vaxtla düzəldirdik və yaxud da söz və ifadələrin tələffüzü. İndi nə qədər televiziyalar? Yəni, televiziyalar sosial medialara uduzub və sosial mediaların 5-ci təkəri kimi fəaliyyət göstərir. Ona görə də səviyyəsini indirib o səviyyəyə. Yəni, əvvəl, məsəl üçün, televiziyada məhdudiyyətlər vardı. Hansı musiqilər oxunmaya bilər, oxunmamalıdır. Məsələn, toy musiqilər filənlər oxunmamalıdır. Hansı toy musiqilərdə bayağı sözləri filən olan və yaxud da hansı söz və ifadələr ümumiyyətlə televiziyada işlədilə bilməz. İzah eləyə bildim. Hansı geyim formasında, hansısa... Yəni, indi bizdə bilirsiniz, televiziya bir mənada bir mədəni, sənin nümunə götürməli olduğun, öyrənməli olduğun bir kitab kimidir də. Fikirləşin, biri söyüşlə başlayana kitab yazır. Yazan da var, o da olar, bizdə olar, o da var. Yəni, ona görə mən düşünürüm, televiziyaların bir xəttinin olmaması, ideologiyasının olmaması, kursunun, kurs deyək də, ideologiya çox şey, televiziyaların kursunun olmamasıdır. İndi adlarını çəkməyim, adlarını çəkən düşmən olur adamla. Kursları yoxdur, ona görə külək hara əsdirirsə, məsələn, Kalım çıxmışdı şey axtarmağa, Hindistanı getdi Amerikanı tapdı. İndi hədəf Hindistandır. Bir dəfə sən gəmiyə minirsən, yığımızan yeməyi, içməyi, gedirik, hara gedirik, Allah kərimdir, getdik. Bax, televiziyalar elədir. Yelkən alıblar okeana, hara gedirlər, haradan gedirlər, necə gedirlər, fərqi yoxdur. Yəni, ona görə bu vəziyyətlər.
Məqsədsiz şəkildə. Hə də məqsədsiz olanda belədir, yəni vəssalam. Həm məqsəd var, nisbətən çox qazanmaq, o da ona görə vəziyyət gətirib bu vəziyyətə düşür. Təşəkkür edirəm. Mən təşəkkür edirəm dəvət üçün. Uğurlar arzulayıram. Maraqlı oldu. Güman edirəm tamaşaçılarımız üçün də maraqlı olacaq. Düzdür, mənim danışdıqlarımın böyük əksəriyyətini eşidiblər, çünki danışa-danışa gəlmişəm, amma hər halda indi fərqli formatda bizə də rahat olur. Yəni eyni suallar, eyni mövzular filan bəzən bizim də format olmağımız yaxşı olur. Sizə də uğurlar arzulayıram.